Gününüz aydın olsun dostlar. Sağlam səhər efirdədir. Hər birinizi xoş gördük və bizə qoşula bilərsiniz. Hazırsınızsa bugün bizimlə səhərinizi daha sağlam, daha bilik dolu aça bilərsiniz dostlar. Nobel mükafatı laureatı Elinor Ostrom deyirdi ki, ağıllı qərarlar gələcəyin sağlamlığını qorumaqla başlayır. Məhz bugün biz də bunu, yəni sağlam gələcək üçün doğru seçimləri, düzgün planlaşdırmanı, reproduktiv sağlamlığın önəmini müzakirə edəcək. Qonağımızsa mama ginekoloq Tuğra Əlinağıyevadır. Sabahınız xeyir olsun Tuğra xanım, xoş gəlmisiniz. Sabahınız xeyir olsun. Mən də öz növbəmizdə Sağlam Radio dinləyicilərini salamlayıram və yaxın 2 saat ərzində qulaqlarının bizdə olmağını məsləhət görürəm. Çünki bugün danışacağımız mövzu çox ciddi bir mövzudur. Sağlam ailənin təməli olan bir mövzudur. Reproduktiv sağlamlıq və ailə planlama hər bir ailəyə toxunan bir mövzudur. Çox təşəkkür edirəm Tuğra xanım. Dostlar, odur ki, Tuğra xanımın dediyi kimi siz də hazırsınızsa, gəlin birlikdə sağlam gələcəyimizi planlaşdıraq. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Elə mövzumuzun adından da göründüyü kimi Tuğra xanım, ilk olaraq gəlin aydınlaşdıraq ki, reproduktiv sağlamlıq özü nə deməkdir? Reproduktiv sağlamlıq və ailə planlama qadının və kişinin cinsi sağlamlığı, cinsi yolla yoluxan xəstəliklərdən qorunma üsulları və istədiyi zamanda, istədiyi sayda dünyaya sağlam şəkildə övlad gətirə bilmə qabiliyyətinin təmin olunması deməkdir. Və çünki reproduktiv sağlamlıq ifadəsi bu tibbdə təbii ki həmişə var, amma biz son illərdə sanki reproduktiv sağlamlıq ifadəsini daha çox işlətməyə başlayırıq və maraqlı məqam burdadır ki, bu anlayış, yəni sadəcə artıq belə deyim də, qadınların üzərində deyil, həm qadın, həm də kişi sağlamlığı üçün vacib hesab olunur. Bəli, bu məsələdə həm qadın, həm kişi eyni dərəcədə məsuliyyət daşıyır. Çünki sağlam bir ailənin məsuliyyəti qadın və kişi arasında eyni dərəcədə paylanır və həm qadının, həm kişinin sağlam ailənin təməlində fiziki, psixoloji və sosial rifahı önəm daşıyır. Yəni ki, qadında və kişidə olan hər hansı bir hormonal pozuntu, hər hansı bir xronki xəstəliklər, infeksiyalar gələcəkdə doğulan körpənin sağlamlığına birbaşa təsir göstərir. Əslində belə deyim, sağlamlıqla bağlı Tuğra xanım, ümumiyyətlə həyatımızın hər dönəmi təbii ki öz gözəlliyi ilə dəyərlidir, amma sağlam gələcək üçün bəzən erkən addımlar atmaq lazımdır. Və maraqlıdır ki, reproduktiv sağlamlıq baxımından qorumağa hansı yaşdan başlamaq daha məqsədə uyğundur? Dünyada, müasir dünyamızda reproduktiv sağlamlığın qorunmasına yeniyetmə dönəmindən artıq başlanılır. Yəni, yeniyetmələrimizə cinsi yetişkənlik dövründən artıq müəyyən qaydalar öyrədilməlidir. Onlar öz bədənini tanımalıdır, bədəndə baş verən dəyişikliklərdən xəbərdar olmalıdır, şəxsi gigiyena qaydalarına düzgün riayət etməyi bacarmalıdır və yeniyetmələrimizə cinsi məsuliyyət anlayışı aşılanmalıdır. Yəni, bu hər biri yeniyetməlik yaşından başlamalıdır. Bəli, gələcəkdə atıla bilən hər hansı səhv addımın qarşısını almaq üçün bu maarifləndirmə tədbirləri yeniyetmə dövründən başlanmağı məsləhət görülür. Bəzən xanımlar düşünür ki, ümumiyyətlə belə bir fikrimiz var ki, düşüncə var ki, artıq hamiləlikdən sonra daha çox özünə diqqət etmək lazımdır, müayinələrə vaxtında getmək lazımdır. Amma hamileliyə qədər sağlamlıq müayinəsi nədən önəmlidir? Ailə planlamanın birinci məqsədlərindən biri də sağlam şəkildə hamiləlik planlamasıdır və biz həm qadınlara, həm kişilərə məsləhət görürük ki, hamiləlik planlaması şuurlu şəkildə aparılsın və hamiləlik planlayan dönəmdən öncə mütləq şəkildə müəyyən tibbi müayinələrdən keçirilsin. Bu əsasən aiddir, hamıya aiddir. Əsasən də xroniki xəstəlikləri olan müəyyən bir endokrin pozulmaları, tiroid xəstəlikləri və yaxud da hər hansı bir ürək, böyrək, qaraciyərlə bağlı xronki xəstəlikləri olan deməli fərdlər mütləq şəkildə hamiləlik planlamadan öncə öz həkimlərində müayinədən olmalıdır. Müəyyən korreksiyalar onların müalicəsində aparılmalıdır, dərman dozalarında dəyişikliklər olmalıdır. Bundan başqa ümumi skrininq müayinələrdən keçirilməlidir ki, bədəndə ola bilən hər hansı bir hormonal pozğunluq, vitamin, mineral defisiti vaxtında
yerinə bərpa olunsun ki, sabahlarım hamiləlik dövründə bu körpənin formalaşmasında, onda hər hansı bir qüsurların olmasında səbəb olmasın və erkən doğum düşüklərin qarşısı alınsın. Hormon balansı özü reproduktiv sağlamlığa necə təsir edir? Hormon balansı reproduktiv sağlamlıqda çox önəmlidir. Çünki hormonlar həm qadın, həm kişi orqanizmində yumurta hüceyrənin və spermatozoidin yetişməsində mühüm rol oynayır. Burada olan hər hansı bir disbalans bu prosesləri pozur və bu da gələcək körpədə müəyyən qüsurlara gətirib çıxarda bilir. Hormon balansında əsas rol oynayan birinci növbədə tiroid xəstəlikləridir, qalxana bənzər vəzi xəstəlikləridir, insulin mübadiləsində olan pozğunluqlardır və qadınlar arasında geniş yayılmış polikistik yumurtaqlar sindromudur ki, bu hormonal pozuntuları olan fərdlər mütləq şəkildə hamiləlik öncəsi hormonal balansı qaydaya salmalıdırlar. Tuğra xanım, bütün belə deyim də, həmişə biz deyirik ki, stressdir, yuxusuzluqdur, qidalanmadakı o disbalans bizim orqanizmimizə tamamilə mənfi təsir edir və bu məqamdan çıxış edərək soruşmaq istərdim ki, stress, yuxusuzluq və qidalanma fertilitetə necə təsir göstərir? Stress və yuxusuzluq birbaşa olaraq hormon səviyyələrinə təsir göstərərək dediyim kimi cinsi funksiyanı pozur, libidonu aşağı salır, cinsi həvəsi aşağı salır. Bundan başqa həmin cinsi hüceyrələrin əmələ gəlməsində pozğunluğa səbəb olur. Qidalanma defisiti isə həmin cinsi hormonların sintezi üçün lazım olan bəzi maddələrin orqanizmdə çatışmamasına gətirib çıxarır ki, bu da yenə də hormonal balansın pozulmasına səbəb olur. Ona görə də biz reproduktiv sağlamlığın qorunması məqsədi ilə əhaliyə məsləhət görürük ki, sağlam həyat tərzi keçirsinlər. Siqaretdir, alkoqoldur, bu kimi zərərli vərdişlərdən uzaq olsunlar, qidalanmalarına, yuxu rejiminə, fiziki aktivliklərinə, çəki artımlarına diqqət göstərsinlər. Çox təşəkkür edirəm Tuğra xanım. Dostlar, bu səhər mövzumuz reproduktiv sağlamlıq və ailə planlaşdırılmasıdır və elə çox maraqlı məlumatlarımız irəlidədir. Qonağımız mama ginekoloq Tuğra Əlinağıyevadır. Amma qısa bir fasiləmiz olacaq. Gəlin bu müddətdə biraz nəfəs alaq, musiqi dinləyək və sonra yenidən birlikdə ol efirimizə qaydaq. Reklamlardan sonra sizi daha maraqlı, daha faydalı müzakirələr gözləyir. Bizim efirimizə qoşula bilərsiniz. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Diqqətiniz bizdə olsun. Qısa bir aradan sonra biz geri qayıtdıq və Sağlam Səhərdə yenidən birlikdəyik. Mövzumuz reproduktiv sağlamlıqdır. Qonağımızsa mama ginekoloq Tuğra Əlinağıyevadır. Odur ki, sizin də suallarınız varsa yazın, göndərin. Tuğra xanım, infeksiyalar özü reproduktiv sistemə hansısa bir formada zərər verə bilərmi? Bəli, bəzi infeksiyalar var ki, cinsi yolla yoluxan infeksiyalar, bunlara aiddir. Xlamidiya, gonoreya, bunlar yumurtaqlarda, uşaqlıq borularında iltihab proseslərə və bunun nəticəsində də sonsuzluğa, erkən doğumlara, düşüklərə gətirib çıxarda bilər. Bundan əlavə herpes deyilən cinsi yolla yoluxan virus var ki, bu qadına yoluxarsa, qadına hamiləlik dövründə bilavasitə dölə ötürülür qadından və döldə pnevmoniya, meningit, ensefalit kimi ağır xəstəliklərə gətirib yol aça bilər. Buna görə də biz məsləhət görürük ki, cinsi yolla yoluxan infeksiyalar hamiləlik planlanan zaman yoxlanılsın və öncədən müalicə olunub, tam sağaldıqdan sonra sağlam şəkildə hamiləlik planlansın. Menstrual sikldə baş verən dəyişikliklər bəs hansı hallarda həkimə müraciət etməyə səbəb olmalıdır? Menstrual sikl, sağlam menstrual sikl 21 gündən 35 günə qədər davam edə bilər. Əgər 21 siklin müddəti 21 gündən qısadırsa və ya 35 gündən çoxdursa, bəli. Bundan başqa qanamanın miqdarı özü də rol oynayır. Gür şəkildədirsə, çox ağrılıdırsa, bunlar həkimə müraciət etmək üçün səbəbdir. Yəni yoxlanmaqda bir fayda var. Hər hansı bir üzvi patologiyanın simptomları olmuş ola bilər. Yəni bunu normal qəbul edib gözləməsin xanımlar və vacibdirsə, daha doğrusu bütün bu əlamətləri siz də hiss edirsinizsə, o zaman həkimə müraciət etməyiniz vacibdir. Tuğra xanım, qadın reproduktiv sisteminin əsas orqanları və hansı funksiyaları daşıyır?
Ümumiyyətlə qadın reproduktiv sistemi yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq və uşaqlıq yolundan ibarətdir. Bunların hər birinin öz funksiyası var. Belə ki, yumurtalıqlar cinsi hormonların sintezi və yumurta hüceyrənin yaranmasında rol oynayırlar. Uşaqlıq boruları yumurta hüceyrəni və mayalanmış yeni əmələ gəlmiş ziqotanı uşaqlıq boşluğuna ötürürlər. Uşaqlıq döl yumurtası üçün böyüyüb inkişaf etmək üçün yeri təmin eləyir. Uşaqlıq yolu isə cinsi münasibət və doğum kanalı rolunu oynayır. Qız uşaqlarında yetkinlik dövründə hansı dəyişiklikləri biz normal saya bilərik? Qız uşaqlarında yeniyetməlik dövrü 9-14 yaş arası götürülür, normal hesab olunur. 9-14 yaş arası qız uşaqlarının orqazmində hormonal balans yaranmağa başlayır, cinsi hormonların sintezi başlayır və bununla bağlı olaraq qoltuq altı qasıq tüklənmə, sinələrin böyüməsi, bədənin formalaşması və ən sonda ilk menstruasiya dediyimiz menarxenin başlanması, yeniyetməlik dövrünün başa çatmasını göstərir. Bəli. Polikistoz yumurtalıq sindromu reproduktiv sağlamlığa necə təsir edir bəs? Polikistoz yumurtalıqlar sindromu qadınlar arasında geniş yayılmış hormonal problemlər toplusudur, belə deyək. Burada bir sıra simptomlar toplaşmış olur. Birincisi menstrual pozğunluq. Yəni burada menstruasiyaların gecikməsi, yumurtlama prosesinin, ovulyasiya prosesinin pozulması olur. İkinci, qanda kişi hormonlarının yüksəkliyi ilə bağlı tüklənmə rast gəlinir bu polikistoz sindromu olan qadınlarda. Üçüncüsü isə bunlarda mübadilə pozğunluğu, insulin dirənci, artıq çəki çox geniş yayılmış olur. Yəni bütün bu simptomların birləşməsinə biz polikistik yumurtaqlar sindromu deyirik və polikistik yumurtaqlar sindromu həm aybaşı pozğunluqlarına, həm də gələcəkdə sonsuzluğa səbəb ola bilir. 055 93 490 93 isə bizim WhatsApp nömrəmizdir dostlar. Bu mövzuyla bağlı suallarınız varsa, Tuğra xanımın fikirlərini öyrənmək istəyirsinizsə, yaza bilərsiniz WhatsApp nömrəmizə. Siz də interaktiv iştirak edin müzakirəmizdə və hər bir sual həm bizim üçün, həm sizin üçün, həm də bizi dinləyən hər bir dinləyici üçün önəmlidir. Bəlkə verdiyiniz bir sual bir neçə dinləyicinin həyatını dəyişə bilər. Tuğra xanım, endometrioz nədir və o hamilə qalmağa mane ola bilərmi? Endometrioz müasir ginekologiyada ən dərin yəni yanaşma tələb edən xəstəliklərdən biridir. Çünki endometrioz xəstəliyi qadın reproduktiv sisteminin hər bir mərhələsini zədələyə bilər. Yəni həm yumurtaqları zədələyir, yumurtaqlarda yumurta hüceyrələrinin keyfiyyətini aşağı salır, həm uşaqlıq borularında bitişmələrə, sonsuzluğa gətirib çıxardır, həm uşaqlıq daxilində endometriyanın reseptivliyini azaldır. Yəni bu endometrioz xəstəliyi hər bir mərhələdə reproduktiv sistemi zədələyə bilər və sonsuzluğa yol aça bilər. Nədir endometrioz? Endometrioz uşaqlığın daxili qatının, endometriyanın digər ginekoloji sistemin digər orqanlarına yayılmasına deyilir. Əsas da əlaməti ağrılı menstruasiyalar, ağrılı cinsi əlaqə və sonsuzluqdur. Bunlar gətirib endometrioza çıxardır. Uşaqlıq mioması və reproduktiv sağlamlıqda hansı riskləri yaradır? Uşaqlıq mioması xoş xassəli törəmədir. Uşaqlığın əzilə qatından inkişaf eləyir. Hormondan asılı olan şişlərdilər. Bunlar adətən kiçik ölçülü və uşaqlığın xarici qatına doğru yerləşibsə heç bir problem yaratmır. Sadəcə ildə 2 dəfə dinamik nəzarət kifayət eləyir. Amma həmin bu miomalar, yəni dediyim kimi xoş xassəli şişlər böyük ölçülü olarsa, çox sayda olarsa, uşaqlığın daxili qatına doğru böyümüş olarsa, daxili qatını deformasiya edərsə, bunlar gör qanaxmalara, sonsuzluğa və hamiləlik zamanı da düşüklərə, erkən doğumlara səbəb ola bilər. Tuğra xanım, ginekoloji müayinələr və ultrases müayinələrin profilaktik əhəmiyyəti nədən ibarətdir? Ümumiyyətlə ginekologiyada ultrases müayinəsinin yeri yəni ən mühümdür. Bəli, tamam başqadır yəni. Tamam başqadır. Bizim ən birinci diaqnostika metodumuzdur. Və biz məsləhət görürük ki, hər bir qadın, yəni sağlam qadından söhbət gedir, ən azı ildə bir dəfə ginekoloq müayinəsinə və ultrases müayinəsindən keçməlidir. Hər hansı problemi olan qadınlarda isə bu yəni interval daha tez ola bilər, daha az ola bilər. Ultrases müayinəsi ilə yəni biz ginekoloji xəstəlikləri erkən
mərhələdə aşkarlaya və müalicəsini vaxtında başlaya bilərik. Servikal skrining testi də bu nə zaman və necə aparılmalıdır? Servikal skrining testi nədir? Servikal skrining uşaqlıq boyunu bilirik, xərçəngi ümumiyyətlə qadınlar arasında, qadın orqanizmində süd vəzi xərçəngindən sonra ikinci ən geniş yayılmış xərçəng növüdür. Bəli, ona görə də bütün dünya bununla bağlı mübarizəyə başlamışdır. Və bu prosesi erkən mərhələdə aşkarlamaq üçün skrining planları tərtib olunmuşdur. Bəli, bunlara aiddir PAP test və həmin xərçəngin yaranmasında bilavasitə rol oynayan papilloma virus testi. Və biz məsləhət görürük ki, hər bir qadın 21 yaşından sonra hər 3 ildən bir mütləq şəkildə bu servikal skriningdən keçməlidir. 3 ildən bir pap smear testindən keçməlidir və yanaşı olaraq da dediyim kimi papilloma virusunun yoxlanması böyük əhəmiyyət daşıyır. Bunlardan keçməklə biz uşaqlıq boyunda yaranan hər hansı bir dəyişikliyi çox erkən bir mərhələdə aşkarlayıb vaxtında qabağını ala bilərik və bu heç vaxt gələcəkdə gətirib xərçəngə qədər çatmasına səbəb ola bilməz. Yəni qabağını vaxtında biz ala bilərik. Təşəkkür edirəm. Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında əslində çox suallar var insanların beynində, amma onlar biraz çəkinirlər bu sualı verməyə. Tam da bugün zamanında Tuğra xanıma siz suallarınızı ünvanlayın, yazın. WhatsApp nömrəmiz 05593 490 93-dür. Sual-cavab rubrikamız var. Daha sonra birlikdə efirimizi dinləyək. Efirdəyik dostlar. Siz də suallarınızı yazın 05593 490 93 nömrəsinə yazın, göndərin. Bugün mama ginekoloq Tuğra Əlinağıyeva bizim qonağımızdır və sizin suallarınızı cavablandıracaq. Biz bayaq infeksiyalardan danışırdıq Tuğra xanım və çox maraqlıdır ki, bir çox dinləyicimiz də bizə o sualı ünvanlayır ki, qadınlarda cinsi yolla keçən infeksiyaların qarşısı necə alınır və müalicə edilir? Qadınlarda cinsi yolla yoluxan infeksiyaların qarşısını almağın birinci əsas yolu qoruyucu baryer metodlardan istifadə olunmasıdır cinsi münasibət zamanı. Bundan başqa daimi partnyorun olması, sağlam cinsi münasibət tövsiyə olunur. Bu metodlarla cinsi yolla yoluxan infeksiyaların qarşısını müəyyən qədər almaq olar. Yox, artıq qarşısı alına bilməyibsə, hər hansı bir cinsi yolla yoluxan infeksiya aşkar olunubsa, bu zaman mütləq həkimə müraciət etməlidir. Infeksiyaların müalicəsi sırf həkim tərəfindən aparılmalıdır. Öz başına müalicə tövsiyə olunmur. Bununla yanaşı istərdim kişilərdə biz reproduktiv sağlamlıqdan biraz danışaq və kişilərin reproduktiv sağlamlığının əsas göstəriciləri hansılardır? Kişilərin reproduktiv sağlamlığının əsas göstəriciləri onlarda hormonal balansın normal olması, cinsi funksiyanın normal olması, sperm keyfiyyəti, morfologiyası, hərəkət faizliyi, bunlar hamısı onun valideyn olmaq qabiliyyətinə təsir göstərir. Bəli. Tuğra xanım, ümumiyyətlə son illər biz efirin öncəsində danışdıq ki, reproduktiv sağlamlığın əsas mahiyyəti ailə planlaşdırılmasıdır. Ümumiyyətlə ailə planlaşdırılması ifadəsi də son illər bizim leksikonumuzda çoxdur. Sadəcə dildə deyil də, həqiqətən də o praktikada biz onu tətbiq etməyə çalışırıq. Amma ona bir düstur versək, bir belə deyim də, onun bir qaydasını, qanununu çıxartsaq, əslində ailə planlaşdırılması özü nə deməkdir? Ailə planlaşdırılması fərdlərin istədiyi zamanda, istədiyi sayda sağlam şəkildə övlad dünyaya gətirə bilmə qabiliyyətinə deyilir. Yəni ki, bütün hamiləliklər məsləhət görünür ki, planlı şəkildə baş tutsun və bu təkcə ananın və uşağın sağlamlığı üçün deyil, həm də ümumi ailənin sosial-iqtisadi rifahı üçün də vacibdir. Çünki uşaqların ailədə sayı bilavasitə ailənin sosial-iqtisadi rifahına da təsir göstərir. Buna görə də arzu olunmaz hamiləliklərin, abortların qabağını almaq üçün cəmiyyətdəki fərdlərə təklif olunur ki, yəni ailəni planlı şəkildə bəli, qursunlar. Bir dinləyicimiz soruşur ki, ailə planlaşdırılması doğuşlar arasındakı intervalların necə tənzimləməyə kömək edir? İdeal olması üçün biz hamiləlikdən sonra, bir hamiləlikdən sonra ən azı 2 il, ideal olaraq ki 3 il interval olmasını məsləhət görür. Yəni daha yaxşı olaraq ki 3 il. İdeal olaraq ki 3 il interval qorunsun. Bu həm ananın orqanizminin keçirilmiş hamiləlikdən sonra bərpasını təmin edir, həm doğulmuş uşaqlar arasında həm psixoloji uyumluluğu təmin edir və sağlam şəkildə dünyaya uşaq gətirməyi təmin
təmin edir. Hamiləlikdən öncə bəs hansı analizlər və müayinələr vacibdir bizim dinləyicimiz soruşur. Hamiləlikdən öncə biz məsləhət görürük, qanın sidiyinin ümumi müayinəsi, müəyyən infeksiyalar var ki, hepatit B, C, spid, sifilis, cins yola yoluxan infeksiyalar yoxlanılsın mütləq şəkildə. Bəzi infeksiyalar var ki, bunlara qarşı peyvəndləmə aparılsın hamiləlikdən öncə. Bundan başqa hormonal balansın yoxlanılması, əsasən də tiroid vəzin hormonlarının yoxlanması məsləhət görürük ki, və bədəndə çatışmayan vitamin, mineral dəstəyinin bərpa olunması məsləhət görürük ki, gələcəkdə sağlam hamiləlik keçirilməsi üçün bunlar çox vacibdir. Dinləyicilərimizə təşəkkür edirik. Dostlar, siz də bizə qoşulun. Bugünkü efirimiz olduqca interaktivdir və biz sizin fikirlərinizi də eşitmək istəyirik. WhatsApp nömrəmiz 055 93 490 93-dür. Yazın, suallarınızı göndərin və Tuğra xanım sizin suallarınızı cavablandırsın. Birlikdə reproduktiv sağlamlıq mövzusunu canlı efirdə elə müzakirə edək. Qısa bir reklam fasiləmiz olacaq. Daha sonra yenidən efirdəyik. 93 FM-də Sağlam Səhəri dinləyirsiniz dostlar. Bugün səhər bizimlə birlikdə reproduktiv sağlamlıq və ailə planlaşdırması mövzusunu mama ginekoloq Tuğra Əlinağıyeva aydınlaşdırır və sizin suallarınız varsa yazın Tuğra xanıma ünvanlayın dostlar. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Tuğra xanım, müasir kontraseptiv metodlar hansılardır? Kontrasepsiya metodları əsasən 3 qrupa bölünür. Bura birinci aiddir baryer mexaniki metodları. Bura uşaqlıq daxili vasitələr, yəni spirallar, qoruyucular aiddir. İkinci ən geniş yanılmış hormon tərkibli kontraseptiv vasitələrdir. Bura aiddir hormon tərkibli həblər, implantlar, inyeksiyalar, plastrlar. Bunlar hamısı hormon tərkibli kontraseptiv vasitələrə aiddir. Üçüncü üsul isə təbii kontrasepsiya üsuludur. Burada təqvim metodu və bazal termometriya metodu aiddir. Ümumiyyətlə sual ola bilər ki, hansı daha üstündür? Hansı kontrasepsiya, yəni metodu daha üstündür? Bizə ən çox daha etibarlıdır belə hansı deyə. Daha etibarlıdır, hansı daha üstündür, hansı daha yaxşıdır, hansı daha keyfiyyətlidir? Bizə ən çox, yəni qadınlar tərəfindən bu suallar verilir. Mən buradan bütün qadınlara səslənirəm ki, ən yaxşı kontrasepsiya metodu deyilən bir ifadə yoxdur. Ən uyğun kontrasepsiya metodu deyilən bir ifadə yəni, var. O orqanizmə mi uyğun? O hər bir kontrasepsiya metodu hər bir qadın üçün individual olaraq həkim müayinəsindən sonra seçilir və həkim tərəfindən qərar verilir. Çünki sizin üçün uyğun olan bir metod digər qadın üçün tamamilə əks göstəriş olan metod ola bilər. Çünki hər bir metodun öz əlavə təsirləri, əks göstərişləri mövcuddur və müəyyən xəstəlikləri olan, müəyyən problemləri olan, menstrual siklin xüsusiyyətinə asılı olaraq müəyyən dəyişikliklər olan qadınlarda bu metodlar individual olaraq seçilməlidir. Məsələn, birini misal göstərə bilərəm ki, endometriozlu, adenomiyozlu qadınlarda menstrual sikllər gür formada baş verir. Bu qadınlara məsələn uşağı daxili vasitə adi mis tərkibli spirallar əks göstərişdir. Çünki onlara qanaxmaya yol aça bilər. Və yaxud da əksinə hər hansı bir hormonal problemi olan, hər hansı bir yanaşı xəstəliyi, məsələn miqreni, varikoz venalarında genişlənməsi, şəkəri, təzyiqi olan qadınlara isə hormonal tərkibli kontraseptivlər əks göstərir. Çünki hormonlar həmin bu prosesləri, bu xroniki xəstəlikləri bəli aktivləşdirə bilər, miqren tutmalarını aktivləşdirə bilər, tromboza gətirib çıxarda bilər, şəkəri, təzyiqi olan qadınların həmin bu xroniki xəstəliklərini aktivləşdirə bilər. Ona görə də biz onu seçərkən mütləq şəkildə individual, qadının hər tərəfli anamnezini toplayırıq, qadının yaşı, evdəki uşağının sayı, gələcəkdəki reproduktiv istəyi varmı, yoxmu, hamısı araşdırılır, müayinələr olunur, ginekoloji hər hansı bir problem varmı, yoxmu, yanaşı hər hansı bir xəstəlik varmı, yoxmu, ona əsasən biz ona uyğun olan, onun üçün ən az əlavə təsirli, əks göstərişi olmayan, ən uyğun vasitəni seçib həkim təyin edir. Tuğra xanım, gəlin o zaman ətraflı danışdıq biz bu hormonal preparatlardan və spirallardan. Plaster və inyeksiyalar necə işləyir, onların metodu? Plaster və inyeksiyalar özü də hormonal tərkiblidir. Onların mexanizmi əsasən yumurtlama prosesini, yumurtalıqlarda yumurta hüceyrənin, folikulun
hormonunun yetişməsi, çartlaması ovulyasiya prosesini bloklamağa yönəlib, onların kontraseptiv təsiri. Yumurtlama prosesi ovulyasiya olmadığı üçün mayalanma da təbii ki getmir və bu şəkildə hamiləlikdən qorunmuş olur. Ümumiyyətlə hormonal tərkibli kontraseptiv vasitələr, həblər, implantlar, plastrlar hamısı geri dönən təsirə malikdir. Yəni istifadə bitdikdən sonra qadının reproduktiv funksiyası dərhal bərpa olunur. O müddət nə qədərdir? Məsələn, o implant dediniz, plastr dediniz. Müddət dəyişikdir. Məsəl üçün implantlar üçün 3 ildir. Həblər yəni ancaq istifadə olunan müddətdə təsir göstərir. Plastrlar 21 günlük təsir göstərir. Yəni onların hamısının müddəti individualdır özünə görə. Suallarınız varsa yazın, ünvanlayın. Təbii metodlar bəs nə qədər etibarlıdır? Təbii metodlar bura aiddir təqvim üsulu və bazal termometriya üsulu. Bununla qadın öz bədənində olan siklik dəyişiklikləri dəqiq hesablayır və yumurtlama dönəmində cinsi münasibətlər məhdudlaşdırılır. Lakin bu üsul hamı üçün effektiv olmaya bilər. Bu üsulun etibarlılığı digər üsullarla müqayisədə, yəni spiral və yaxud da hormonal kontrasepsiya ilə müqayisədə aşağıdır. Nəyə görə? Çünki hər bir qadının regular menstrual sikli yoxdur. Bu bəzi qadınlarda qeyri-regular sikllər olur və o qadın o yumurtlama prosesini tam dəqiq təyin edə bilmir nə vaxta düşdüyünü. Bundan əlavə hətta regular sikli olan qadında da müəyyən faktorlar sikli poza bilər. Stressdir, hər hansı bir dərman qəbuludur, sikli poza bilər və yumurtlama prosesi önə və arxaya çəkilə bilər və qadın onu düzgün təyin etməyə bilər. Bu da üsulun etibarlılığını aşağı salır. Ona görə də biz təqvim metodunu çox da tövsiyə etmirik. Etibarlı hesab etmirik. Çox təşəkkür edirəm Tuğra xanım. Dostlar, bu səhər biz birlikdə çox əhəmiyyətli bir mövzunu araşdırırıq. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması. Qonağımız Tuğra Əlinağıyevadır. Unutmayın, sizin hər verdiyiniz sual vacibdir və canlı efirdə cavablandırılacaq. 055 93 490 93 bizim WhatsApp nömrəmiz də odur ki, vaxt itirmədən suallarınızı yazıb Tuğra xanıma ünvanlaya bilərsiniz və Tuğra xanım sizin suallarınızı cavablandırır. Efirimiz davam edir dostlar. İkinci saatimizdəyik biz. Siz də suallarınızı yazıb Tuğra xanım ünvanlaya bilərsiniz. Bugün biz mama ginekoloq Tuğra Əlinağıyeva ilə birlikdə reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında danışırıq. Odur ki, vaxt itirmədən siz də suallarınızı yazıb göndərə bilərsiniz. Biz bu kontraseptiv metodlardan danışdıq Tuğra xanım və istərdim ki, həm danışaq ki, spiral kimlər üçün uyğundur, uyğun olmadığını kimlər üçün siz dediniz və necə seçirsiniz, yəni bu müasir kontraseptiv üsulları. Bir xanım gəldi məsələn də, siz ona uyğun necə seçirsiniz? Hansı göstəricilərinə, hansı analizlərinə, kimə, nəyə uyğun görürsünüz? Kontrasepsiya üsulunun seçilməsində bizim əsas diqqət etdiyimiz meyarlar var. Bunlardan biri qadının yaşıdır. Qadının yanaşı xəstəlikləridir, ginekoloji xəstəlikləridir. Bundan əlavə qadının reproduktiv istəyidir. Yəni bundan əvvəl neçə hamiləlik keçirib, doğuş və ya keysəriyyə və bundan sonra hamiləlik planlayırmı? Planlayırsa nə qədər müddətdən sonra planlayır? Bunlar hamısı bizim kontrasepsiya üsulunun seçilməsində diqqət etdiyimiz meyarlardır. Mən indi sizə sadə bir misal şəklində də təqdim edə bilərəm. Məsələn, var bizim dediyim kimi mexaniki üsullarımızdan uşaq daxili vasitə spiral, var hormonal həblər. Məsəl üçün, spiral uzun müddətli kontrasepsiya üçün biz tövsiyə edirik. 5 ildən 10 ilə qədər qorunma təsiri vardır və spiral adətən doğum etmiş qadınlara qoyulur. Yəni doğum etməmiş bir qadına biz uşaq planlamasa belə bir müddət ona icazə verilir. Ona uşaqlıq daxili müdaxilə, uşaqlıq daxili vasitə tövsiyə etmirik. Amma hormonal həblər isə qısa müddətli kontrasepsiya üçün yaşı daha az olan, hər hansı bir xroniki xəstəliyi olmayan qadınlara tövsiyə olunur. Məsələn, bizim qəbulumuza bir qadın gəlib, misal şəklində sizə göstərmək istəyirəm. 22 yaşı var, yeni ailə qurub, heç bir yanaşı və ginekoloji xəstəliyi yoxdur, sağlam qadındır. Bir
bir müddət ərzində, yəni partnyoru ilə bir-birini daha yaxından tanıyıb sonra övlad sahibi olmaq istəyir. Məsəl üçün 1 il müddətindən sonra ona uyğun biz kontrasepsiya metodunu necə seçirik? Doğmamış qadın olduğu üçün, qısa müddətli kontrasepsiya istədiyi üçün və hər hansı bir yanaşı xəstəliyi, ginekoloji xəstəliyi olmadığı üçün ona uyğun, ən uyğunu hormonal həblərdir. Yəni qadına tablet formasında həb təyin edirik. 1 il müddətində onu qəbul edir. Dərmanı da dayandıran kimi fertilliyi, yəni uşaq doğma qabiliyyəti dərhal bərpa olunur. Qayıdır və dərhal hamilə qala bilər. İkinci bir misalda isə bizə qadın məsəl üçün müraciət edib, 36 yaşı var, evdə 3 uşağı var. Bundan sonra, yəni yaxın 10 ildə uşaq planlamır və yanaşı olaraq varikoz genəlmiş venaları var aşağı ətraflarında. Bu zaman isə biz kontrasepsiya üsulunu seçərkən diqqət edirik ki, uzun müddətli kontrasepsiya burada lazımdır. Doğmuş qadındır, yəni uşaq dünyaya gətirmiş qadındır və yanaşı xəstəliyi var. Yəni buna hormonal kontrasepsiya əks göstəricidir. Bu qadına isə biz ən uyğun uşaq daxili vasitəli spiralı məsləhət görürük. Çünki həm ucuzdur, həm uzun müddətlidir. Yəni bu qadın üçün ən uyğun kontrasepsiya metodudur hesab olunur. Tuğra xanım, laktasyon aminoreya belə gedir, səhv eləmirəmsə, aminoreya metodu nə vaxt işləyir, nədir ümumiyyətlə? Laktasyon aminoreya nədir? Laktasiya süd vermə prosesidir. Süd vermə zamanı qanda prolaktin hormonu, yəni süd hormonu yüksəldiyi üçün yumurtalıqlar, bu hormon yumurtalıqları baskılayır. Yumurtlama prosesi, ovulyasiya prosesi dayanır. Buna görə də süd verən qadın adətən hamilə qalmır. Amma bu da 100%lik bir göstərici deyil. Nəyə görə? Çünki bu zaman laktasiya müddətində qadının əmizdirmə sayı, müddəti rol oynayır. Yəni hansı qadınlarda bu effektiv hesab olunur? Hansı ki ilk 6 ay ərzində uşağını yalnız ana südü ilə qidalandırır. Yəni əmizdirmə arasındakı fasilələr qısadır, gün ərzindəki əmizdirmə sayları yüksəkdir. Belə olan halda prolaktin daim yüksək olur və ovulyasiya prosesi dayanır deyə də qadın hamiləlikdən qorunmuş olur, hamilə qalmır. Amma arada qadın öz körpəsini qarışıq qida ilə qidalandırırsa, yəni həm ana südü verir, həm də ortalarda süni qida istifadə eləyirsə, bu zaman əmizdirmə arası interval uzanır və gün ərzində olan əmizdirmə sayı daha az olur və buna görə də bu qadınlarda artıq laktasyon aminoreya metodu ilə hamiləlikdən qorunmaq effektiv hesab olunmur. Onlar yəni bu üsulla hamilə qala bilərlər. Ona görə də diqqət eləsinlər. Yəni laktasiya dövründə də məsləhət görərdim ki, hamiləlikdən qorunsunlar. Sağlam gələcək də sağlam seçimlərlə başlayır və bugünkü mövzumuz ailə planlaşdırması, reproduktiv sağlamlıqdır və hələ maraqlı məlumatlarımız irəlidədir qısa bir fasilədən sonra. Hər zaman olduğu kimi bugün də sağlam səhər sizə sağlamlıq və bilik dolu bir səhər təqdim edir. Mövzumuz ailə planlaşdırılması, reproduktiv sağlamlıqdır və hələ çox vacib məlumatlarımız irəlidədir. Sizə bizə qoşulun, suallarınızı yazın, göndərin. Mama ginekoloq Tuğra Əlinağıyeva bizim qonağımızdır və sizin suallarınızı cavablandırmağa hazırdır. Tuğra xanım, kontraseptiv metodlardan danışarkən bu belə başa düşdüm ki, olduqca çox geniş bir mövzudur. Çünki burada bir digər məqam da ortaya çıxır ki, bu metodlar arasında hansı səhvlər edilir, yəni? Kontrasepsiya üsulunun istifadəsi zamanı bizim rast gəldiyimiz ən çox səhvlər həb qəbulunun qadın tərəfindən unudulmasıdır və yaxud da qəbulunda fasilələrin verilməsidir. Digər tərəfdən isə təqvim üsulunda, yəni dediyimiz təbii qorunmuş təqvim üsulunda həmin ovulyasiyanın vaxtını düzgün təyin etməmək, təqvimi düzgün hesablamamaq kimi səhvlər çox rast gəlirik. Həb qəbulunun unudulması niyə görə səhv hesab olunur? Çünki həmin bu hormonal həblər əgər qadına kontrasepsiya məqsədlə təyin olunubsa, onlar hər gün eyni saatda qəbul olunmalıdır. Bir rutini, bir qrafik var. Bir rutin, bir qrafik olmalıdır. Ona görə də biz bu üsulu qadına təyin edərkən belə deyək, qadının
bunu həyat şəraitində nəzərə almalıyıq ki, yəni bunu düzgün buna şəkildə dönə-dönə əmin olmaq Bəli, buna istəyirsiniz əmin bundan. olmalıyıq ki, qadın bunu düzgün şəkildə istifadə edə biləcək. Çünki həbin qəbulu bir günlük unudularsa və yaxud da saatı vaxtında qəbul geciktirilərsə, bu artıq həmin üsulun kontraseptik effektini aşağı salır. Yəni hamilə qalma ehtimalı yaranır. Bəli. Və yaxud da ki, təqvim üsulunu qadın düzgün hesablaya bilməzsə, bu da yenə də həmin üsulun effektivliyini aşağı salır. Abortun reproduktiv sağlamlığa təsiri necədir? Ümumiyyətlə ailə planlamanın məqsədlərindən biri də arzuolunmaz hamiləliklərin, abortların qarşısının alınmasıdır. Bəli. Çünki abort qadın orqanizminə bir sıra ziyanlar vurur. Bunlardan biri uşaqlığın zədələnmə riskidir, infeksiya riskidir, onkoloji xəstəliklər riskini artırır, əsasən də süd vəzidə olan onkoloji xəstəliklərin riskini artırır. Buna görə də biz qadınlara tövsiyə edirik ki, abortdan uzaq dursunlar. Yəni daha yaxşı olar ki, ailə planlama edib sağlam, arzu olunan vaxtda hamiləlik əldə etsinlər. Digər vaxtlarda isə kontrasepsiya üsullarından istifadə etsinlər. Planlı hamiləliyin üstünlükləri ümumiyyətlə nələrdir Tuğra xanım? Planlı hamiləliyin üstünlükləri ondadır ki, əgər cütlük öncədən hamiləlik planlayırsa, bu zaman tibbi müayinədən keçir, orqanizmdə olan hər hansı bir xəstəliklər vaxtında aşkar olunub hamiləlikdən öncə müalicə olunur, xronki xəstəliklər hamiləlikdən öncə korreksiya edilir. Bundan başqa bədəndə olan hər hansı bir vitamin, mineral defisiti varsa, bunlar yerinə bərpa olunur. Bu da gələcəkdə körpədə olan hər hansı bir inkişaf qüsurlarının qabağını alır. Məsələn, misal üçün desək, fol turşusunun qəbulu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunur ki, hamiləlik planlamaqdan öncə 2-3 ay öncədən artıq fol turşusunun qəbuluna başlamalıdır. Bu dövrdə ola biləcək sinir borusu defekti, spina bifida adlandırdığımız ağır bir inkişaf qüsurunun qabağını alır. Yəni hamiləlikdən öncə fol turşusunun istifadəsi. Bunun kimi digər, indi mən bir efirin vaxtı imkan vermir, bir hamısını sadalım. Ümumi şəkildə qeyd edirəm ki, yəni bəzi vitamin, mineral defisitləri gələcəkdə körpədə hər hansı bir qüsurun olmasının qarşısını alır. İnfeksiyaların müalicəsi, erkən doğumun, düşüklərin qarşısını alır. Yəni bu da sağlam körpə dünyaya gətirmək üçün əsas amillərdən biridir. Tuğra xanım, abort mövzusuna mən istərdim bir də qayıdım. Çünki dinləyicimiz soruşur ki, abortdan sonra bəs bərpa dövrü necə aparılmalıdır? Abortdan sonra qadın həm psixoloji, həm də fiziki rahatlıq müddəti keçirməlidir, orqanizmin tam bərpa olması üçün. Ona görə də biz məsləhət görürük ki, ümumiyyətlə abortlardan sonra ən azı 6 ay müddətində kontrasepsiya olsun, yəni hamiləlikdən qorunsun, növbəti hamiləlik 6 ay sonra planlaşdırsın. Bu həm qadın orqanizminin abortdan sonra bərpa olunması üçün vacibdir, qadının hormonal balansının bərpa olunması üçün ki, bu qadın növbəti hamiləlikdə sağlam uşaq dünyaya gətirə bilsin. Daha bir dinləyicimiz soruşur ki, Tuğra xanım, xroniki xəstəlikləri olan qadınlar hamiləlik planlaşdırarkən nəyə diqqət etsinlər? Xronki xəstəliyi olan qadınlar, bunlara aiddir. Şəkərli diabeti olan qadınlar, hər hansı bir ürək, böyrək xəstəlikləri olan qadınlar, hormonal problemləri, tiroid xəstəlikləri, polikistik over sindromu olan qadınlar mütləq hamiləlikdən öncə öz həkimləri, yəni bunların daimi nəzarətdə olduğu həkimlər olur. Öz həkimləri ilə konsultasiya keçməlidirlər. Nəyə görə? Çünki ola bilər ki, hər hansı bir dərmanlar, hansı ki, bunlar xroniki xəstəliyə görə istifadə edirdilər hamiləlikdən öncə. Hamiləlikdə ziyanlı olsun onların qəbulu. Yəni dərmanların hamiləlik planlamada dəyişdirilməsi və yaxud da dozalarının artırıb azaldılması, korreksiya olunması mütləqdir. Yəni ki, hamiləlik planlamasını bunlar öz həkimlərinə bildirməlidirlər. Məsəl üçün, şəkərli diabetdirsə, endokrinoloqun daimi nəzarətindədirsə, hamiləlikdən öncə endokrinoloqun mütləq qəbulunda olmalıdır. İstifadə etdiyi dərmanlar hamiləliyə uyğun dozası və növü dəqiqləşdirilib korreksiya olunmalıdır. Qısa bir fasiləmiz olacaq dostlar. Sual-cavab rubrikamız, ardınca yenidən biz efirdəyik. Verilişimizin sonuncu hissəsinə keçid alırıq və siz də suallarınızı yazın, göndərin. Bugün mama ginekoloq Tuğra xanımla biz ailə planlaşdırılması, reproduktiv sağlamlıq haqqında danışırıq. Tuğra xanım, ümumiyyətlə genetik məsləhətlər kimlər üçün tövsiyə olunur? Bəzi ailələr var ki, biz onlara hamiləlik planlamamışdan öncə mütləq genetik konsultasiyası məsləhət görürük. Bura hansı ailələrə aiddir? Ana yaşı 35-dən, ata yaşı 45-dən yuxarı olan cütlüklər, irsi anamnezində, yəni ailəsində hər hansı bir irsi xəstəlikləri olan cütlüklər, evdə irsi xəstəliyi olan, körpəsi olan cütlüklər, bunlara mütləq şəkildə hamiləlik planlamadan öncə genetik konsultasiya məsləhət görülür ki,
ki, növbəti hamiləlikdə bu problemlər yaşanmasın və vaxtında lazım olan müayinələr yerinə yetirilsin. Bəs ümumilikdə cinsi tərbiyə, maarifləndirmə hansı yaşdan başlanmalıdır? Cinsi tərbiyə ümumiyyətlə ta uşaq yaşlarından başlanmağa məsləhət görülür. Yəni uşaq yaşlarından bədənini tanımaq, şəxsi sərhədlərini qorumaq öyrədilməlidir. Yeniyetmə dövründə isə artıq cinsi məsuliyyət anlayışları, reproduktiv sağlamlıq anlayışları aşılanmalıdır. Çünki normal, düzgün cinsi tərbiyə, cinsi maarifləndirmə almış bir yeniyetmə gələcəkdə də öz ailəsini quranda sağlam addımlar atacaq, hər hansı bir səhvlərə yol verməyəcək. Cinsi tərbiyənin, cinsi maarifləndirilmənin aparılmaması, yeniyetmələrin cinsi yolla yoluxan həm oğlanlara, həm də qızlara aiddir. Hər ikisinə, həm oğlan, həm qızlara eyni dərəcədə aiddir ki, onlar hamısı şəxsi gigiyena qaydalarını riayət etməlidirlər, şəxsi sərhədlərini tanımalıdırlar, cinsi məsuliyyətlərini dərk etməlidirlər, müəyyən cinsi yolla yoluxan infeksiyalar barəsində, onlardan qorunma yolları barəsində məlumatlı olmalıdırlar. Bu gələcəkdə atıla bilən hər hansı bir səhv addımın qarşısını almaq üçün mütləqdir. Tora xanım, reproduktiv sağlamlıqla bağlı cəmiyyətimizdə rast gəlinən yanlış fikirlər hansılardır? Ümumiyyətlə bizim cəmiyyətimizdə təəssüf ki, bu mövzu ilə bağlı maarifləndirmə bəli biraz zəifdir və yanlış fikirlər çoxdur. Ən çox rast gəldiyimiz yanlış fikirlərdən biri də kişilərin hər hansı bir müayinə və müalicəyə ehtiyacı yoxdur fikridir. Bunu bayaq da sualda qeyd etdik ki, bu çox yanlış bir fikirdir. Ailənin sağlamlığında, ailənin planlaşdırılmasında, reproduktiv sağlamlığın qoşulmasında kişi də qadın qədər eyni qədər məsuliyyət daşıyır. Və kişidə də olan hər hansı bir problemlər, sağlamlıqla bağlı problemlər körpənin sağlamlığına bilavasitə təsir göstərir. Bir yanlış fikir budur. Digər yanlış fikir odur ki, bəzən ailə qurmamış qızlarda müəyyən ginekoloji problemlər olur, menstrual sikl pozğunluqları olur və bizim cəmiyyətdə onu ilə əlaqələndirirlər ki, heç bir müayinə və müalicə ehtiyacı yoxdur. Yəni ailə qurmamış qadının ginekoloq müayinəsinə getməyinə bəli pis baxırlar. Heç bir müayinə müalicə ehtiyacı yoxdur. Ailə qurandan sonra hamısı düzələcək. Xeyr, bu belə deyil. Bəzi simptomlar var ki, onlar ciddi bir ginekoloji xəstəliyin simptomu kimi üzə çıxa bilər. Ona görə də əksinə ailə qurmamışdan öncə qız uşaqlarının rutin ginekoloji müayinədən keçməsi mütləqdir ki, bu ola biləcək bir xəstəliyi, ola biləcək bir fəsadı vaxtında bilib, vaxtında qabağını almağa kömək eləyir. Digər bir yanlış fikir də, geniş yayılan yanlış fikir də odur ki, bəzi qadınlarımız kontrasepsiya üsullarından istifadə etməkdən qorxurlar. Fikirləşirlər ki, bu üsullar, yəni hormonal həblər və ya da spirallar bəli ziyanlıdır, sonsuzluğa gətirib çıxardır. Buradan yenə də səslənirəm ki, bu qəti yanlış fikirdir. Əgər üsul həkim tərəfindən sizə uyğun şəkildə seçilib təyin olunubsa, həkim nəzarəti altında, təbii ki, öz başına hansısa üsulu istifadə etmək olmaz. Həkim tərəfindən təyin olubsa, bu sizin üçün ən güvənilir, ən ziyansız metoddur. Əksinə, arzu olunmaz hamiləliklər, abortlar, yəni kontrasepsiyadan istifadə olunmayanda üzə çıxan fəsadlar daha qadın orqanizmi üçün təhlükəlidir. Bundansa, yəni abortlara, arzu olunmaz hamiləliklərə məruz qalmaqdansa, vaxtında düzgün həkim nəzarəti altında düzgün kontrasepsiya metodunu seçib daha sağlam şəkildə ailəni planlamaq olar. Tora xanım, çox təşəkkür edirəm sizə. Çox minnətdaram. Bugün həqiqətən də bu 2 saat ərzində kifayət qədər maarifləndik və kifayət qədər hər birimizin anlaşacağı bir dildə reproduktiv sağlamlığı və ailə planlaşdırmasını bizim üçün izah etdiniz. Amma son olaraq yenə də istərdim ki, tövsiyə edəsiniz hər kəsin öz reproduktiv sağlamlığını qorumaq üçün gündəlik həyatda nələrə diqqət etməsi lazımdır? Reproduktiv sağlamlığın qorunması üçün həm qadın, həm kişi gündəlik həyatda müəyyən şərtlərə riayət etməlidir. Bunlardan birinci sağlam həyat tərzidir. Düzgün qidalanma, düzgün yuxu rejiminin qurulması, stressdən uzaq olmaq, fiziki aktivliyi normal olmaq, çəki artımına diqqət eləmək və zərərli vərdişlərdən uzaq olmaq, yəni siqaret, alkoqol nəzərdə tutulur. Bunlardan uzaq olmaz və illik tibbi rutin kontrol müayinələri, qadınlarda ginekoloji müayinə, kişilərdə uroloji müayinə, yəni ən azı ildə bir
bir dəfə aparılmalıdır və özündə hər hansı bir xəstəliyin simptomunu hiss edirsə qadın və ya kişi vaxtında həkimə müraciət etməlidir. Yəni bu qaydalar əslində sadə görünə bilər, Bəli. amma sadə olması ilə yanaşı əslində bu qaydalar Sadədirsə gəlin elə əməl edək buna. Bəli, bu qaydalar yəni sağlam ailənin təməlidir və reproduktiv sağlamlıq, ailə planlama, cinsi maarifləndirilmə təkcə bir ailənin, bir fərdin sağlamlığı üçün deyil, bütün cəmiyyətin sağlamlığı üçün önəmlidir. Sonda da onu qeyd etmək istəyirəm ki, unutmayın ki, sağlam ailə sağlam gələcək deməkdir. Yəni sağlam gələcəyinizi təmin etmək üçün bu qaydalara Təməl sağlam olmalıdır. Təməl sağlamlıq qaydalarına riayət olunmalıdır. Çox sağ olun, çox təşəkkür edirəm Tuğra xanım. Çox minnətdaram sizə əziz dinləyicilər. Sağlam səhərdə bu səhər reproduktiv sağlamlıq, ailə planlaşdırması mövzusunu araşdırdıq. Qonağımız mama ginekoloq Tuğra Əlin Ağıyeva həm tibbi, həm də praktiki tövsiyələri ilə bu gün bizim səhərimizi daha da dəyərləndirdi və unutmayaq ki, sağlamlıq yalnız bədənimiz üçün deyil, elə gələcəyimiz üçün də önəmlidir. Ümid edirəm ki, bugünkü mövzumuz sizə həm bilik, həm də ilham verdi. Unutmayın ki, sizin hər bir sualınız bizim üçün vacibdir. WhatsApp xəttimiz gün ərzində açıqdır. 055 93 490 93 hər zaman suallarınızı yazıb göndərə bilərsiniz. Bu səhərki mövzumuz da burada sona çatır və hər birinizə təşəkkür edirik dostlar. Özünüzdən müğayət olun və ən əsası 93 FM-də qalın.